Salam dostlar, mən Sabirli Bəxtiyar, kanalıma xoş gəlmisiniz. Tutulan oruclarınızı Allah qəbul eləsin. Başlayaq videomuza. Deməli, biz burada bildiyiniz kimi AliExpress'dən sifariş vermişdik və Mi Note 10 Lite üçün arxa şüşə gətizdirmişdik ki, gördüyünüz kimi bizdə Mi Note 10 Lite'ın arxa şüşəsi çox bərbad vəziyyətdədir. Əslində, yəni bunun çatı az idi. Baterikasını dəyişmək istəyərkən bu vəziyyətə gəldi, çıxdı bu. Qopartmaq çox çətin oldu və sınıqlar daha da böyüdü. Onun üçün mən də arxa şüşə gətizdirdim. Keçən videomuzda göstərmişdim. Deməli, amma biraz rəng fərqliliyi var idi. Yəni, o niyə belə oldu, bir fərqlilik yarandı, onu başa düşə bilmədim. Sifariş verdiyimiz şüşə ilə Radmin şüşə arasında gördüyünüz kimi biraz rəng fərqi var. Mən əslində bunu daha çox bəyəndim rəng olaraq, amma misal üçün yazı oxunuşunda bunda daha çox oxunur. Bəlkə də orijinalında da belə oxunmalıdır. Çünki burada heç bir yazı oxuya bilmirik. Yəni o qədər də gözə çarpar bir yazısı yoxdur onun. Amma bunun isə çox qəşəng firmanın hansı olduğunu göstərir. Bir problem var ki, bu səsi eşidə bilsəniz, əl sürtür bunu. O yəni gedəcək. Bu isə sürtünmür. Şüşənin altındadır. Bu şüşənin üstünədir. Ona görə bu silinib gedəcək nə vaxtsa. Onun üçün də kabroda işlətmək daha məsləhətdir. Şüşəmizi indi dəyişək. Şüşəmiz gördüyünüz kimi üzərinə tam oturmur. Sınıqlarına görə. Bax, sındığı hissələrdən aralı qalır. Sınmadığı hissələrdə isə şüşə üzünə tam yaxşı oturur. Bax, burada sınıb bu hissələri aralı qalıb, sınmayan hissələri isə demək olar ki, yaxşı vəziyyətdə oturmuşdur. Və buna görə də kabroya qoyanda telefonu şişmə verir, qabarma verirdi. Məcburam artıq bunu dəyişəm. Deməli, başlayaq. Birinci növbədə ortadan qabları yığışdıraq. Bunu saxlayacağım, bunun üzərində qızdıracağım. Buradan qopardacağım alətlərimi götürün. Birinci növbədə bu. Sonra isə bu. Bir də burada ən çox daha yaxşı istifadə edə biləcəyimiz alət deyim sizə nədir? Ya telefonların üzərinə ekranını yapışdıran zaman bircə dəqiqə hal-hazırda axtardığımı tapan nədir? Demək istədiyim odur ki, ekranın qoruyucularını yapışdıran zaman şüşənin altında olan bərk plastik bunlar üçün daha yaxşı olur. Deməli, işimizə başlayaq.
empty hearts and neon lights. They're playing with my mind. Gotta get out of here tonight. Oh, I wanna run off and fly. And I'll tell myself it's fine to be alone, just to find somewhere that finally feels like home. Oh, oh, oh. I hate all this overthinking. Oh, 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 oh. The more I swim, the more I'm sinking. Take me to a world of silver. No more heartbreaks. Deməli belə son nəticə olaraq bunu çıxardım üzümdən. Bunu çıxardım. Bunu çıxardım. Bunu çıxardım. Bunu da bunu. Deməli, göründüyü kimi ara məsafələri yoxdur, ələ ilişmir. Çox yaxşı oldu. O birisində adam çox narahat olurdu. İşlətmək olmurdu əldə. Telefon demək olar ki, milə-mil oturdu yüzlüyü. Əla. Çox sevindim bunu. Bir dənə burasından nəsə xoşum gəlmədi. Elə bir ki, biraz belə məsafə qaldı. Əla. Və bu arada telefonumuza da EUROM yazmışıq. Təbii ki, bootloader kilidi açıqdır. Açıq da olsa, necə deyərlər, telefona səs yazma başqa cür mümkün deyildir. Gördüyünüz kimi üzərindəki EUROM-dur. Və çox axıcı işləyir həqiqətən. İndi sönə yanıqlıya biraz durmaları ola bilər. Amma belə yəni çox yaxşı işləyir. Hə, belə. Çox sağ olun, təşəkkür edirəm. Kanala abunə olub like atmağı unutmayın. Sağ olun.